Nərmin Aşurzadə ilə idarə etmənin əsasları davam edir. Telefon xəttində isə psixoloq Zümrüd Əsədova. Zümrüd xanım, salam. Salam, necəsiz? Çox sağ olun, yaxşı olasınız. Əgər kimsə indi həyatında yeni bir vərdiş, yaxşı bir vərdiş formalaşdırmaq istəyirsə, bunun üçün xüsusi üsullar var, nəyi necə etmək lazımdır? Deyərdim ki, birinci fərqindəlik lazımdır. Çünki yeni vərdiş, yeni mən deməkdir. Yəni, bu fikrə birinci adaptasiya olmaq lazımdır ki, insan yeni vərdişi, yəni vərdişin özündən bir gözləntiyə düşməsin və eyni zamanda fikirləşməsin ki, bədən özü-özünə mən bunu istədim deyə eləməyə başlayacaq. Burada daxili konflikt başlaya bilər. Çünki yeni vərdiş, yeni mən deməkdir. Yenilənmiş mən olanda da əvvəlki bir hissəmizdən vazgeçmiş oluruq. Və burada daxili müqavimət yarana bilməsi normaldır. Ona görə də burada niyyət, təmiz, yəni tam olaraq dəqiq niyyət və disiplin çox önəmlidir. Keçmiş özünüzdən imtina etməyə hazırsınızsa, onda bir hissəsindən. Aydındır. Və əgər qərara gəldi ki, bəli, hazırıq və istəyirik, onda nə etmək lazımdır? Həmin o yeni versiyanı tam dərk eləmək ki, yəni məsəl üçün bu vərdiş yaransa, mən necə bir insan olacağam və bu mənim üçün əgər qəbul olunan və xoşdursa, o zaman həm bədən üçün, həm beyin üçün bu daha tanış bir versiya olduğuna görə daha rahat keçid eləyə biləcək. Maraqlıdır. Bəs məsələn, bəziləri deyir ki, təzə vərdiş 21 günə formalaşır, bəziləri deyir ki, yox. Daxili niyyət yoxdursa, ona enerji ayrılmır. Ona görə də burada daxili enerji oyanması çox önəmlidir. Bunun üçün də tam olaraq mən bunu nə üçün edirəm və yeni mən, yenilənmiş mən necə bir tərzdə olacaq? Bunun haqqında məlumat olmalıdır. Aydındır. Zümrüd xanım, təşəkkür edirəm efirə qoşulduğunuza görə.